Salam dostlar, bugün sizlerle birlikte Brawl Stars oynayacağıq. Bugün sizə dostluğumu göstərəcəm. Məni dostluğu ekləyə bilərsiniz və sizə nələr çıxdığını, kutularda nələr çıxdığını göstərəcəm və karakterlərimi göstərəcəm. Bugün hesabımın bütün məlumatlarını sizə göstərəcəm. Nələr var, nələr yox, nələr çıxdı. Bugün Brawl Stars'ın sonundaki efsanevi kutunu açtım. Brock'un kostümü çıxdı. 23 dəqiqəlik video var idi. Onu yükləmək istəyəndə dedi ki, nömrənizi daxil edin. Mən də nömrəmi daxil etdim, olmadı. Ona görə də 15 dəqiqədən çox uzun videolar çəkə bilməyəcəm. Hər gün niyə video ata bilmirdim? Çünki bütün çəkdiyim videolar olurdu. 15 dəqiqədən uzun, ona görə də yükləyə bilmirdim. Nömrəni də yazanda olmurdu. Ona görə də baxın, efsanevi kutudan bu videonun kostümü çıxdı. Baxın, bunu açdım, burada göstərməlisiniz. Full pasta burada olmuş. Burada. 52 dənə bir poster attı. Dostlar, gəlin bir dənə You can't make me. Merhaba. Merhaba. Əgər məni izləyirsənsə, indi videodasan. Buradan da sənə salam olsun. Dostlar, bu bronzda değil, mən elmasdayım deyənə onunla birlikte oynamaq. Şimdi mən buradan sizə karakterlərimi göstərəcəm. Baxın. Burada karakterlərim var. Ən sevdiyim karakter tabii ki de Stu'dur. Burada bunlar var. I sold you in a box. Krediyle. Burada var. Dostlar, bu da mənim dostluğumun QR kodu. Götürüb taraya bilərsiniz. Baxın, 1-2 dəqiqə tutacağım. Taramaq istəyənlər taraya bilsin. 1, 2, 3, 4. Dostlar, bu qədər bəsdir. Siz bunu 2 dəqiqə, 2 saniyə içində tarayarsınız. Dostlar, burada blok çıktı. Opsiya hesaplarında da bir de Brawl Pass'i yığdım. 22 tane ödül gelmişti. Görevler eləyirdim. Orada 2 tane gizemli oldu. Bir gizemliğin içinden 200 güç puanı. O bizi gizemliğin içinden çak çıktı. Bir tane de efsanevi olmuştu. Onun içinden de çok çıktı. Ama başka hesabına çıktı. Daha bu hesabı yok. Bakın bu hesabı çıktı. Çok güzel. Belədir, kulübə hamımızı qatmaq istəyərdim, amma 30 nəfər də var. Bunları da atmaq istəmirəm. 36 min kupalar var, ona görə də olmaz. İndi burada həm kartı var, şu anda açılış. Onu da açarız sonra. Dedim, burada elmasdayım. Dostlar, indi mən obsi hesablarımı da sizə göstərmək istəyirəm. Amma bəzi adamlar hesabımı çala bilər. Bunu da sizə deyim. Hesab çalanınız çox ola bilərsiniz. İndi mən obsi hesablara keçəndə mənim cəma aydını göstərəcək və hesablarımın adı kodlar göstərəcək deyənə obsi hesabları bu videoda göstərməyəcəm. Başqa videolarda o hesabları da göstərəcəm sizə. Dostlar, videomuz bu kadar idi. Size dedim burada şu 90'da var.
Bəzi bir şeyler var. Bak ne var? Alabileceğimizi. Diyeceğiz ki alamam mı? Misal paydan ucuz bir şey yok. Dışarıda da yeni hiperşarjlar gelir. Burada değil ki bastı 11 seviye olmalı. Dostlar videomuz bu kadar idi. Kanalımıza abone olup like atmayı unutmayın. Sağ olun. Görüşürüz. Eğer Brawl Stars'tan əlaqəli Zəhrinyan vs və ya qoşulub oynamaqdan əlaqəli video istəsəniz mənə deyə bilərsiniz yorumlarda. Kanalımıza abone olup like atmayı sağ olun. Görüşürüz. Sağ olun.